Salam uşaqlar, bu günlər bizim belə bir sualımız var. Çevrən A nöqtəsindən iki cisim eyni anda və əks istiqamətlərdə V1 bərabər 0,1 metr bölü saniyə və 2 bərabər 0,2 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkətə başlayır. Cisimlər neçə saniyə sonra yenidən qarşılaşar? Pin 3 verilib. Mahirə, biz burada nə etməliyik? Mən ilk öncə yolu hesablayırıq. Bir də bunu qeyd edim ki, elimiz bərabərdir 50 sm. Burada bizə metrdə verildiyi üçün metrə çeviririk 0,5 metr. Ondan sonra elimizi hesablayırıq 2 pi-r. Bu da bərabərdir. Pi-mizi 3 verib. 2 vurulsun 3 vurulsun 0,5 3. Ondan sonra isə bizdə neçə saniyədən sonra t bərabərdir. Bu qədər asan. L bölünsün v. Bu da bərabərdir. V-ni 2 var və əks istiqamətlərdə deyir. Biz bunları toplayalım. L bərabərdir. V1 üzərinə gəlsin V2 bərabərdir. Elimiz 3. V1 0,1 üzərinə gəlsin 0,2. Burada da cavabımız 10 alınacaq. Aferin.